Əsvəd, əsvədu, qara. Əbyadu, əbyad, ağ. Əhməru, əhmər, qırmızı. Əzraqu, əzraq, göy. Əxdaru, əxdar, yaşıl. Asfaru, asfar, sarı. Ərəb dilində rənglər sonda tənvin qəbul etmir. Məsələn, əsvədun demirik. Deyirik ki, əsvədu. Əbyadun yox, əbyadu. Bunları əzbərləyəndən sonra bir neçə test işləmək faydalı olardı Allahın izni ilə. Məsələn, əhmar sözü hansı rəngi bildirir? Göy, qırmızı, yaşıl, sarı. Doğru cavab qırmızı. Əhmar sözü qırmızı rəngi bildirir. Ağ ərəbcə necə olacaq? Əsvəd, əxdar, əbyadu. Ağ rəng ərəb dilində əbyad deməkdir. Və digər bu barədə olan testləri işləmək olar. Yeri gəlmişkən, möhtərəm izləyici, əgər övladınız üçün ərəb dili dərsləri axtarırdınızsa, buyuruz, biz sizi onlayn dərslərə dəvət edirik. Göstərilən nömrədə WhatsApp və Telegram vasitəsilə əlaqə saxlayaraq dərslərə yazıla bilərsiniz. Allahın köməyi ilə çalışırıq ki, dərslər uşaq üçün anlaşıqlı, rahat, bir növ əyləncəli, maraqlı keçsin ki, uşaq ərəb dilini sevsin, bu dildən, dərslərdən bezməsin. Diqqətiniz üçün təşəkkür edirik.